Bu haqda mənim çox söhbətlərim var. Zaten bu keçən əsrin əvvəllərində, yəni məşrutə zamanında İrandakı türkləri təhqir edən ədəbiyyatın hamısı, o ideolojilər, məşrutə ideolojisi, hamısı istisnasız olaraq İrandakı türklərə qarşı və yaxud bunlara cavab olaraq yazılmamış ki. Çünki İrandakı türklər qoyun kimi yatmışdıq da bizim cəmaət. Keçən əsrin əvvəllərində Osmanlının sonu aşırı türk milliyyətçiliyi ilə nəticələnmişdi. Ondan sonra o Turancılıq ideolojisi falan ortaya çıktığında orada Süleyman Nəzir, Roşəni bəy və başqaları, Məhəmməd Əmin Rəsulzadə İran türkləri üzərində məqalələr yazdılar. Bu məqalələr Türkiyədə olan Təbrizlilər, məsələn Rıza Şəfəq və başqaları tərəfindən oxundu, qorxdular. Dedilər ki, İranda türklərin xəbəri yoxdur, biz nə iş görürük, bunların başına nə bəla gətirir ki. Amma bu məqalələr ki, səbir gəldi bax. Bu məqalələr Türkiyədə çap olur. Bunların bilgisi İrana daşınsa, bunlar türklər özlərinə desələr türk, önlərinə bir dənə qarşılarına, kəndi qarşılarına bir dənə milli proje və hədəf qoysalar, ona görə bir şəxsiyyət sazi mərhələsinə, şəxsiyyət yetişdirmə mərhələsinə başlasalar, o zaman o nəcatpərəstlik, ariya irqçiliyi ki var, bunu biz bil-feylə necə keçirdə bilərik? Çünki bu ariya nəcatpərəstliyi ya da ariya irqçiliyi bilqüvvə olaraq Təbrizdə 11-ci əsrdən bəri olmuşdur. 11-ci miladını deyirəm ha. Bilmirəm bunun üzərinə həyalada mən düşünürəm. 19-cu əsrin axırlarında, daha doğrusu Səfəvi dövlətinin paytaxtı olduqdan sonra Təbriz daha da gücləndi. Məsələn, Şah İsmail, indiki bizim əlimizdə olan Şahnamə var ha, Şahnaməni Şah İsmail yazdırdı. Şah İsmail'dən öncə indiki İranda Şahnaməni tanıyan yoxdur ki, belə tək adamlar tanıyırdı. Məsələn, Qulistanı, nədir o Sədi, belə istisna adamlar. Heç bilmirdilər Şahnamə vardı, yoxdur. Niyə? Çünki İranda etnik fars yox idi. Olsa da dağda daşda yaşayırdı, mütəşəkkil deyildilər. Onlar bilirdilər. Və ən önəmlisi, Şahnamə çünki İslam ümmətinin varlığı içərisinə nifaq soxurdu. Onu ciddiyə alan olmurdu İslam. Çünki o zaman İslamiyyətin özəlliklə Səlcuqlulardan sonra yüksəliş devri başladı. Şahnamə çox qəribədir. Osmanlıda daha çox tanınırdı, İranda tanınmırdı Şahnamə. Məsələn, Sultan Məhəmməd Fatih ki deyirlər, Şərqi Xorasana, Tacikistana heyət göndərir, heyət. İndiki İrana yox ha. Çünki indiki İranda
Tat var idi, Talış var idi, Mazəni var idi, Geylək var idi, Simnanı var idi. Bunların hamısı buradadır da, elə ki də vardılar. Ləklər var idilər. Göndərir Tacikistana, o bölgəyə, o Səmərqəndə filanı. Oradan 7 dənə ana dili farsça olan, fars dilini təmiz bilən adam tapsınlar, gətirsinlər İstanbula. Tapırlar, gətirirlər. Bunlara ayda 70 altın akça para verir. İstanbul boğazında bunlara bir sarayda ev verir. O tərəfdən bu tərəfdən çalıb xırsızladıqları bədbəxt kətli qızlarını, o xristiyanların qızlarına cariyə kimi, seks nəsnəsi kimi bağışlayır. Hər cür rahat olsunlar ki, Şahnamə-i Osmanlı bunlar fars dilində yazsınlar. Yəni, Osmanlı tarixini Şahnamə ölçüsündə yazsınlar. Bunların içində birinin adı olur Leali, onu özünü də araşdırsan görərsən. Bu Leali bu 7 nəfərin birinin içindeymiş. Bir dəfə Osmanlı'nın casusları, saray casusları görürlər, bu Türkçe danışır. Türk dilində bilirlər. Padişaha xəbər verirlər ki, bu deyəsən fars deyil bu. Bizim dildə də danışa bilir. Bunu araşdırırlar, Türk çıxır. Türk çıxandan sonra bunu ölümə məhkum edirlər ki, sən bizi aldatmısan padişah. Ölümə getmədən öncə bir dənə qəsidə yazır. Deyir, bu qəsidəni çatdırın Sultan Məhəmməd Fatihə. Ondan sonra öldürməyin yenə də öldürərsiniz də. Bəlkə qəsidəni sonra əlinə çatsa, öldürsəniz, siz də öldürə bilər. Yaxşı, bundan əvvəl, öldürmədən əvvəl aparın, bunu verin ona oxusun, sonra da qərarını versin. Hökm öz yerindədir. Çox suzinaş, çox ağırlı, acılı bir dənə güclü qəsidə yazmışmış. Fatih bunu oxuyur, bunu öldürməkdən vaz keçir, ancaq deyir, dəfol çıx getdə hara gedirsənsə get. Bədbəxt də gəlir dərvişliklə, filanla, Anadolu'da, o kər, bu kər, dilənçiliklə yaşayır. Bu bir. Əlbəttə, Firdevsi Şahnaməsi əsasında yazılanın Şahnamə Firdevsi ilə əlaqəsi yoxdur. O ölçüdə Osmanlı tarixini yazdırdı. Oradan da qoymuşlar Osmanlı Şahnaməsi. Amma bizim coğrafiyamızda Şahnamə xanlıq adında bir məktəb təsis edən. Yəni ilk dəfə olaraq Səfəvilərin zamanında Qəzvində Təhmasib zamanında qəhvəxana təsis edildi. Qəhvəxananı təsis etmənin amacı insanlar gəlib orada toplansınlar və xüsusi adamlar, iri boylu, fars dilini qəşəng bilən adamlar tapdılar, gətirdilər. Onlar Şahnaməni əzbərləyirdilər. Orada Şahnaməni oxuyurdular, cəmaat çay içib qulaq asırdı, cəmaatın da xoşuna gəlirdi. Və dövlət bu Şahnamə xanlara ətək para ödəyirdi. Sonra bu qəhvəxanaların sayı çoxaldı. İsfahanda daha yaygın oldu, paytaxt oldu başında. Şah İsmail Təbrizdə. Yəni bu fitnələrin hamısı Təbrizdən yayılıbdır dünyaya. Yəni Şah İsmail şöyle oldu. Çaldıran Savaşı'nda məğlub edildikdən sonra 1514-cü ildə artıq heç bir savaşa qatılmadı. Ondan sonra depresyona uğradı. Sadəcə bir hədəfi vardı ki, türklərdən necə intiqam almaq olar. Ağamirək və Behzad adında Heratdan təmiz, Herat Fars şəhəridir. Fars dili oralardadır, bizim tərəfdə yoxdur ki. Rəssamlar, şairlər gətirmişdi, xəttatlar gətirmişdi Təbrizdə. Bu Behzadı Təbriz kitabxanasının müdürü təyin edir və Şahnamənin yazılma əmrini bunlara buraxır. Ömrünün son 2 ilində o Şahnamənin yarısı yazılır, yarısı da qalır, ölür. Öləndən sonra oğlu gəlir, atasının başlatdığı Şahnamə tərtilatını
daha da mükəmməlləşdirir və indiki bizim əlimizdə olan Şahnamə gözəl miniatür əsərləri ilə, təmiz xəttatlıqla yazılır. Bir neçə nüsxə dünyanın müxtəlif yerlərinə, məsələn, birini Osmanlıya, Sultan Süleymana hədiyyə göndərir. O Şahnamə-i Firdos, Şahnamə-i Təhmasibi deyirlər ona. Şahnamə-i Təhmasibi. Ki, İngiltərə muzeyinə girib çıxmış, Əhmədinəcad iş başına gəldikdən sonra onlarda bir aşırı kinədə ağrı irqçiliyi başlamışdır. Bunların heç birisi bu pezeşkiyanı təhəmmül edə bilmirlər ki, o deyir, mən Türkəm. Yəni, adam gəlir təpədə durat deyə, mən Türkəm. Onun da başına bir oyun gətirəcəklər o pezeşkiyanı, görəcəksən. Əhmədinəcad Şahnamə-i Təhmasibini prezident olduğunda unutmuşam, amma onu siz açıb oxuya bilərsiniz də. O zaman da mən oxudum. Xəbərlərdə var. Neçə milyon dolar para ödədi bu muzeyə. Oradan bir neçə Şahnamə-i Təhmasibinin səhifələrini, miniatürü ilə filanla gətirdi, İran muzeysinə yerləşdirdi. Yəni, Şah İsmail məğlub edildikdən sonra Şahnaməni tərtib edərək türklərdən, sadəcə Türkiyə türklərindən deyil, yer üzündəki bütün türklərdən intiqam aldı və başardı. Həqiqət də budur ki, o türkləri belə aşağılayan pəhlivanlar dili ilə filan, onların çoxu elə Şah Təhmasib, Şah İsmail zamanında mətnə yerləşdirilmişdir. Ya, məsələn, Əbu Bəkri, Öməri aşağılayan mətnlər orada Səfəvilər zamanında yerləşdirilmişdir də. Çünki Qəznəvilər, hətta Samanilər də aşırı bir sünni məzhəbinə mənsub cərəyan idilər. Necə ola bilərsən, məsələn, Sultan Mahmud Qəznəvinin ölkəsində Ömər adını, Əbu Bəkr adını məsxərə edəsən, o da durub baxa. Hələ öz ölkəsi qalsın bir yana, bu Firdovsu o zaman yazsaydı, Firdovsu qaçıb gəlib Ali Buyuya sığınsaydı da ordusunu götürüb gəlib Ali Buyuya savaş açardı. Öyle de yoksa yok. Zaten elə mənim bu dediyimə bənzər bir dənə anlatı var Şahnamədə. Bu Şahnamə deyil. Şahnamədə deyir ki, Sultan Məhəmməd Məsnəvidir, Moğləvinin məsnəvisi. Moğləvinin məsnəvisi. Şeymiş. Eşidir ki, Səbzvarda şey vardı. Şiələr var və Əbu Bəkrə, Ömərə lənət oxuyurlar. Deyir, belə şey olmaz, inanmır. Lazım ona inandırırlar. Deyirlər, vardı. Deyir, o zaman mən onlarla hesablaşaram. Deyir, necə? Deyir, ordusuna, generallarına əmr verir, deyir, hazırlaşın, gedirik Səbzvara. Gedirlər Səbzvara. Səbzvarın ağsaqqallarını çağırır, deyir ki, mən sizdən bir dənə Ömər adında şey istəyirəm, adam istəyirəm. Bir dənə Ömər gətirin mənə. Ömər gətirməsəniz, bu şəhərdə bir nəfər diri qoymayacam, hamının başını kesəcəm. Onlar da deyirlər ki, axı burada Əbu Bəkr olmaz ki. Deyir ki, məsələn, ta Əbu Bəkr naməz şəhritan, hədiyə nari dey rəmid ümmətan. Belə bu şəkildə cavab verir. Deyir ki, sizlə işim vardır. Bir dərəvimtan həmço keştey qovmi du nə xərac istanəmo nə həmfusun. Deyir, xəracat istəmərəm, həmin hamınızı dərov mikunəm. Keşti kimi, yəni əkin kimi. Onlar da deyirlər ki, sən bu işi görmə, gəlcinlə biz sənə çuval altın verək. Amma bizdən Əbu Bəkr istəmək.
بس چوال زر کشیدندش به راه کز چنین شهری ابوبکری مخواه کی بود بوبکر اندر سبزوار یا کلوخ خشک اندر جویبار. Deyir suyun içində quru torpaq çəlişkə tapmaq olsa, burada da Əbubəkir tapırlar. Xülasə deyirlər ki, yox, deyir, sər be tabidə zəro qoft, ey muğan, ta نیاریدم ابوبکر ارمغان هیچ سودی نیست کودک نیستم تا به زر و سیم حیران بیستم. Deyir mən Əbubəkir gətirim. Mənim özümün yetərincə altınım var. Xülasə, bunlar da kör peşman dönürlər, gedirlər. Vaxt verir. Deyir mən sizə məsələn 10 gün vaxt verirəm. Mənə bir dənə Əbubəkir gətirin. Dönüb gedəndə birdən səbzlərin kənarında bir çuxurdan, quyu kimi bir çuxurdan ötürmüşlər. Görürlər oradan bir inilti, insan səsi gəlir, belə zarıldıya. Yaxınlaşırlar, deyirlər ki, orada nə işin var? Niyə düşübsən oradan? Səni kim itələyib salıb o quyuya? Deyir, sormayın, deyir, niyə? Deyir, buradan keçirdim, mənə dedilər ki, adım nədir? Mən də dedim, Əbubəkir. Deyir, dedilər ki, Əbubəkirin burada nə işi var? İtələdilər mənim qolumu belə döyüb məni bura atmışlar. İndi burada ölümə tərk etmişlər. Şəhərin ağsaqqalları bir-birinin üzünə baxır. Deyirlər, bunu Allah göndərmiş, qurtulduq. Çəkirlər bunu, çıxartırlar, aparırlar, xidmət edirlər, ağzını, burnunu. Belə qəşəngdir də, sən bizim din qardaşımızsan filan. Götürürlər, deyirlər, gəldən səni biz zəngin edəcəyik. Aparırlar. Sürə bit dolanda Məhəmməd Xarəzmşahın yanına, Məhəmməd Xarəzmşaha deyirlər, bu da sənin Əbubəkirin gətirdik. Deyir, adın nədir? Deyir, Əbubəkir. Ondan sonra xülasə baxır, görür, həqiqətən də Əbubəkirdir, soyunuz adını dedi. Deyir, şəhər qurtuldu, artıq o qəm olmayacaqsınız, tərk edib gedir. Gedəndən sonra onu ora gətirənlər deyirlər ki, köpək, indi sən Əbubəkir adında adam olar. Başlayırlar o bədbəxti yenə də döyməyə filan. Bunu bilirsən nədən anladıram? Həqiqətən də, məsələn, Şahnamədə Əbubəkri, Öməri məsxərə edən Firdovsi hara qaçsaydı gəlib tutardılar. Yaxalardılar o zaman. Çünki o zaman şiəliyin gücü yox idi ki. Mümkün deyil. Məsələn, Şahnamədə deyir ki, necə deyir onu? چو با تخت منبر برابر شود همه نام بوبکر و عمر şəvəd. Bunları mən tərcümə etmişdim o zaman bu Şahnamə ilə məşğul olanda. Bərabər olarsa taxt ilə mənbər, bütün adlar olar Əbubəkr, Ömər. Ço İsa mənin murdəqan ra tamam, sərasər həmi zində kərdən bina. İsa tək möcüzə göstərərək mən bu ölmüş milləti diriltdim həmən. Düzdə deyir ha? Yəni bugün fars dilində bu gözəl adlar var ha? Bunların hamısı Şahnamədən öncə yoxdur ki. Şahnamə düzəltdilər. Çünki o yaygın olmuşdu şubiyə hərəkəti. Ərəb adı qoymaq. Dedilər bizim dilimiz yox olub gedir. Başladılar bu işləri görməyə. Sən heç Şahnamədən əvvəl Rüstəm adında adam eşitmişsən, Söhrəb adında adam eşitmişsən, Səyavəş adında adam eşitmişsən tarixdə yoxdur. Bunlar zəhmət çəkmişlər də. Bunları təqdir edirəm mən. Millət belə olar da, millət belə olar. Bizim xəbərimiz olmamış, bizim başımıza nə bəla gətirmişlər. Yəni, məsələn, bəziləri də deyirəm, şubiyə falan. Və adam öz millətinin, öz kimliyinin yüksəlişi yolunda zəhmət çəkərdir. Evet. Bu şəkildə Şahnamə-i Firdovsi ikinci tədris olmuş falan. Sonralar, hətta sonralar da məsələn, Şahnamədə mən bir dəfə ormanda bu cür belə yürüyürdüm. O çağrım ibtidaida 4-cü sinifdə bir
sən bilmirəm nə yaşdasan, bir dənə Firdevsi ilə bağlı bir şeir var. Deyir ki, bəs rənc buradan dərin salisi, əcəm zindəkərdən bidim parsi. Mənim Şahnamə ilə bağlı bir görüşüm var, bir nəzəriyyəm var. Dedim, bu beyt şeydə olursa, Şahnamədə, mənim o nəzəriyyəm iptal olmalıdır. Olmamalıdır. Bəs rənc buradan dərin salisi. Gəldim, araşdırdım, gördüm, yoxdur. Bunların hamısı məsnu idi. İndi bizim zaviyəmizdən indi baxırıq, iş işdən keçəndən sonra deyirik, bunlar cəhlidir. Bunu cəhli edənlərin də çoxu ya türk olmuşlar, ya da türkləri istifadə etmişlər, orduları türklərdən olmuşlar, Qızılbaş türk idi. Bədbəxtlər. Yoxdur. Evet, yaxşı. Neden? Onu mən deyirdim, yoxdur. Çünki bunlar, ərəblər bunlara deyirdilər əcəm. Bunlar da deyirdilər, biz əcəm deyilik, ərəbin sözünü istifadə etməliyik. Əcəm sözünü niyə istifadə etməlidir bu Şahnaməni yazan? Yəni, Fars dilinin etnik adı olur burada əcəm. Əcəm zindikərdən bidim parsi. Gördüm, yoxdur da. Yəni, Şahnamənin genəlində egemen olan, hakim olan görüşlə, milli dünya görüşüyle bu beyt ve bu beytin ifade ettiği anlam həmahenk değildir. Evet, böyle oldu. Şahnamə Səfəvilər zamanında ayrı bir mərhələyə yükseltildi. Daha sonra Məşrutə hərəkəti də onun açıq Qacarların sonu və 19-cu əsrdə başlayan elə bu hərəkət falan ki başladı. Qacarlarda özellikle Qacarların ortalarından başlayaraq, Nasreddin Şah zamanından başlayaraq, daha doğrusu Fətəli Şah ilə əvvəllərindən başlayaraq Şiəlik çox gücləndi. Aşırı dərəcədə gücləndi. Nitəkim mənim Abbas Mirza və Azərbaycan kitabım var. Orada da mən bunları yazmışam. İranda çap olmuş onu. Əldə etsəniz oxuyun. Abbas Mirza savaşa girmək istəmirdi ki. Ruhaniyyət fətva verdi. İmam Zaman bizə yardım edəcək. Savaş başladı. Yenildilər və Türkmənçay ilə Türkmənçay müqaviləsi bağlandı. O tərəfdə getdi. Yəni indi oranın müstəqil olması əslində o ayətullahlar ki savaşa fətva verdilər. Onlara bağlı da. Mollalar savaşa soxmaz edilər. Ruslar Bərtəvə gəlmək istəmirdi. Savaşı başladan Qacar oldu. Keçinin der boynuzu qaşınanda çobanın dəyənəyinə sürtər misal. Bu cür oldu. Ona göre savaş tezminatı olarak aldı da oranı Rusya. Dedi biz savaşmak istemirdik ve düz hakikat doydu. Abbas Mirza da deyirdi bizim modern ordumuz yoktur. Ruslarla savaşabilmeriz baba. Mollalar düz demirlər. Ama yenildiler. Nəticə itibariyle oraya gitti. Orada da Ruslar bir tane devlet kurdular. Adını da koydular. Ruslar koymadılar adını. Yani süreç getirdi. Oldu Azerbaycan devleti indi orada. Yani indi Qacarlarda neden birden Şiəlik birden-birə sıçrama gösterdi? Çünkü Qacar devleti Afşar devletinin antiteziydi. Nadir Şah Şiəlicə karşı aşırı bir mübarizə başlatmıştı ve hatta ölüm sebebi de olur da gece yani ordunu gizlince orduda Sünni Türklerin sayını artırmıştı baba. Tataristan'dan, Doğu Türkistan'dan, Özbək, Türkmen, bütün Türklerden getirmişti, ordusunda yerleştirmişti. Ordusunun əksəriyyəti şeydi, qeyri Şiə, qeyri Qızılbaş idi. Gizlidir bu, İranda ne kadar Şiə var, onları rəhbərlərini, iş bilənlərin hamısını öldürməliyik. Bunu da şey eşidir, onun Gürcü bir dənə aşpəzi var imiş, o gedir xəbər verir ordu komutanlarına. Onlar da gecə gəlirlər, öldürürlər.
Şah İsmailə qarşı dərin bir öfkə, nifrət yaratmışdı. Hətta onun bəyan şeyi vardı, Əl-Mu'təmərun Nəcəf, Nəcəf konferansı təşkil etdi. Şiə və Sünni alimlərini orada topladı. Dedim, şeydir, elmi şəkildə mübahisə eləyin. Həqiqət nədir? Gətirin, protokolu verin mənə, mən özüm bilirəm nə edəcəm. Orada şiələr məğlub oldular. O elmi mübahisədə. Ondan sonra. Çünki axırda belədir. Dedilər, Həzrət Əliyə haqsız deyən yoxdur ki, sünnilərdir. Düz deyildi. Həzrət Əlinin haqlı olması nə işə yarar? O tarixdir də. Yaxşı, Ömər haqsız olub. Nadir Şahın fikri buyurdu. Əli haqlı oldu. İndi biz gedəcək, onları dirildəcək, yerlərini dəyişdirəcək. Olub gedibdi. Ona görə bir dənə Fərman-ı Şahı adında bir fərman yaydı. Bütün imperatorluğunda göndərdi valilərə. Orada oxudular meydanlarda. Orada Şah İsmailə deyir ki, Şah İsmail ölkəmizi, dilimizi, dinimizi parçaladı. Bundan sonra deyir kim? Əbu Bəkirə, Ömərə, Ayşəyə, Osmana lənət oxuyacaqsa padişahın qəzəbinə tuş gələcək. Padişahın qəzəbinə tuş gələcək, yəni öldürüləcək deməkdir də. Qacarlar da bu paradigmanın, Nadir Şah Afşarın təsis etdiyi projenin tam tərsi, tam antitezi. Ağa Məhəmməd xan Qacar gəldi, Ərdəbildə Nadir Şahın Ərdəbildən qılıncını aldı belinə, bağladı və getdi Tehrana və Şiəli devlətin yenə də rəsmi ideolojisi halına gətirdi. Şiəlin bütün alimləri falan da qorxularından qoyub qaçmışlar Hindistana, gəldiyi yerlərə, Lübnana falana. İsfahanda Şiəlikin bütün arşivini yandırdı, tökdü suya Nadir Şah. Ona görə Şiəlik biraz zərər gördüyü üçün biraz yox, çox. Yəni Nadir Şah öldürülməsiydi, İran Şiəlikdən çıxmışdı. Biz daha mədəni millət olacaqdıq da. Ola bilsin Şiə ilə Sünninin qarışığı bir daha mədəni bir şey ola bilərdi. Ona görə bunlar daha da örgütləndilər. O izi tarixdən silmək üçün yalan, şər, böhtan atdılar Nadir Şaha. Məsələn, Ayətullah Meşkini var. Onun müsahibəsi var da. Deyir ki, Nadir Şah Meşkindən keçirilmiş, heç yalan deyir. Meşkinə gəlmir Nadir Şah. Yalandır da uydururlar. Orada bulaq başında bir qız görüb, gedib qızı atasından, anasından istəyib, atası anası da verməyib, atasını anasını öldürüb. Yalandır da bu. Heç bir yerdə yoxdur. Bunlar ruhaniyyətin uydurduğu Kərbəla yalanlarından onlar bilirlər də yalanı necə uydurmaq lazımdır. O boyda devlətin, imperatorluğun başında duran gedər, elçilik edər özünə. Belə şey olar. Şərəfsizlər. Sizlərin də o qədər malınız, zəngininiz vardı. Gedirsiniz, bir ətək altın verirsiniz, gözəl qızları alırsınız. Elə eləməz imperator. Hindistanı yağmalayıb gətirən o cür eləməz. Əvvəla Meşkin o zaman bir dənə kənd olardı. Kim istəməz qızı geçsin padişahın sarayında xoşbəxt olsun. Və o qızın hesabına qızın qardaşları, atası hamısı vəzifə qazansın. Bu bir. İkincisi, padişah gələr bir dənə hədiyyə göndərər. Generalına deyər, orada belə bir şey var. Generalı ondan altı alır. Axırda bir dənə qrup bana verərlər. Məsələn, bir 30 kilo qızıl, 50-100 kilo qızıldan altından deyərlər, aparın hədiyyə eləyin o ailəyə. Deyin ki, sizin bu qız da padişahın sarayına aparılır. Da elçilik eləməzlər. Yoxsa padişah gedir elçiliyə, o da vermir. Boş söhbətlərdir bunların hamısı. Afşar devlətini biabır eləmək üçün, gözdən salmaq üçün Nadir Şahı bu yalanları uydurmuşlar. Qacarın bir də Nadir Şahda aşırı bir türklük bilinci var idi. Məsələn, Faruk Sümer Oğuzlar kitabında yazmış. Yazır ki, Nadir Şah Osmanlıya yazırdı ki, siz də türksüz, biz də türkük. Gəlin bu Səfəvilərin gətirdiyi bədbəxtliyi ortadan qaldıraq. Başqa düşmanlara qarşı birləşək. Bunu arşivlərdən çıxardım.
yazmışam. Faruk Sümer. Faruk Sümer'in o kitabı İranda da fars dilində bilmirəm ya fars dilində ya da ərəb əlifbasında çap olubdu. Belə olur. Xülasə Qacarlarda Tehran paytaxt olandan sonra Tehranın Türk düşmanlığı zəminində şəkillənir və orada bir dənə dil doğar. Qacar farsçası. Bu farsça şimdi bir lətif, zərif olub. Bu tarixdə belə bir farsça olmayıb ki. Heç İranda da yoxdur. Bir dənə Tehranda var. Yəni İsfahanda, Şirazda, Məşəddə yoxdur ki bu farsça. Bu məsnui və təsisi bir dildir. Çünki özəlliklə Qacarların ortalarından etibarən artıq savaşa falana girmədilər. Musiqi məclislərində şeir musiqiyə girdi. Bugün bizim İran musiqisi deyirlər, bu nə deməkdir? Bu Qacar musiqisi, yəni Qacar dönəmində şəkillənirdi. Qacar dönəmində sistematizə edilmişdir. Qacarlardan o yüzden musiqinin necə olduğunu biz bilmirik. Heç bir kitab yoxdur. Nə bilim Səfiyyəddin Urməvi o mərağı kitab yazıb. Kitab yazmaqla musiqinin nə olduğunu bilmək olar. Oxumuşam da mən o kitabları heç bir şey anlamamışam. Məsələn, Ədvar Səfiyyəddin Urməvinin kitabı. Ya məsələn, Şərhül Ədvar orada musiqinin adlarını yazırlar. Bu belədir, belədir. Nə olsun ki onu sən də yaza bilərsən, mən də yaza bilərəm. Eşitdiyin musiqi adlarını gətirirsən, deyirsən, bu dəstgahda, bu dəstgahda, bu dəstgahda. Amma heç bir şey bir miras qalmamış. Bunlar necə oxuyurmuşlar buna? Səs yazısı da qalmamış, heç bir şey yoxdur. Amma Qacarlar zamanında qalmış, Qacarların sonunda qalmış zaten. Pəhləvilərin ortalarına qədər davam edən Qacar kültürünün musiqi mədəniyyətinin uzantısı deyil, indi də o cürdür. Dərviş xan filan Qacarların zamanında bunu sistematize etdilər. Bunlar həqiqət budur. Amma ədəbiyyatı farsçıydı. Çünki türk dilində o boyda Qacar zamanında gəlişən musiqiyə cavabdeh olacaq ədəbi, şeirsel mətn yox idi, indi də yoxdur. Bizim dilimiz şeirə girməmiş ki. Bir dənə nəvə deyirlər, Fuzuli var. Bir dənə ilə iş olar, orada da nə qədər. Yəni musiqiyə uyğun olmayan şeirlər vardır. Hər şeir musiqiyə uyğun olmaz ki. Fars dilində məktəblər var. Yəni 9-cu yüzildən günümüzə qədər fars dilində dalqa-dalqa ədəbiyyat böyümüş, xüsusən şeir. Musiqi də şeir deməkdir. Şeir də musiqi deməkdir. Şeir nədir? Şeir təfəkkür və təğəyyülün, düşüncə və duyğunun musiqi dili ilə bəyan edilməsidir, ahəngdar şəkildə. Buna şeir deyirlər. Evet, bu böyle oldu. Və böyləcə türklər sistemin kənarında qaldılar. Orduda qaba yerdə güc. Rıza Şahın öz zamanında da hələ ordunun dili türkçə idi. Ordunun dili türkçə olmasının faydası nədir? Çünki ordu xuşunət deməkdir də. Bir dənə dil sadəcə ordu sahəsində gəlişsə, orada o da lazımdır ha. Xuşunət olmasa həyat olmaz ki. Amma onun dışında başqa yerlərdə də estetik zibai-şinasanə, estetik yəni zibai-şinası, estetik sahələrdə də dil gəlişməlidir. Musiqidə falan da. Bunlar gəlişmədi. Türkiyədə indi böyle bu Qacarların özəlliklə axırlarında, keçən yüzilin 20-ci əsrin əvvəllərində ki, bu məşrutə hərəkət Təbrizdə başladı. Bu hələ indiyə qədər ki, nə deyirlər ona? Gözəlləmə söyləyirlər ha məşrutə hərəkətində. Bizimkilər də Səməd Sərdariyə kimi, yəni zibil adamlar çıxırlar belə. Qəhrəman Təbriz falan deyirlər. Mən bilmirəm, bizim başımıza hansı tacı qoyubdur Qəhrəman Təbriz. Dövlətimizi əlimizdən almış. Teröristin biriymiş bu Səttarxan. Qəbri daşına oxuyun, lütfen yazın. Səngi Nevişteyi, Qəbri Səttarxan. İşit var ha, Daeş. Onun şiə tərəf. Vəsiyyətnaməsini yazırlar qəbrinin üstünə də açın oxuyun, deyir mən.
yani Cumhur İslamını kurmaq istəyirmişdir. Şəriətin yolunda qılıç çaldım, nə bilim, savaşdım, mübarizə apardım və ədalət İslamını hökumətə daşımaq istədim. Bunun bizimlə nə əlaqəsi var, qardaşım? Bizim o zaman bu ümmətçilik də Şiə ümmətçiliyi. Biz türkçülük üçün mücadiləsi veririk, yoxsa tezdən gedəcək bu qədər başımıza bəla gəldikdən sonra Səttarxanı gətirib başımıza saxta qəhrəman edib yine de bir gələcəyimizi bədbəxt edəcəyik. Ümumiyyətlə Təbrizdən milli türk şəxsiyyəti çıxar mı? Hı? Niyə çıxmamış? Bir nəfərin adını göstərə bilməzsiniz. Bütün zivillərin hamısı bu şəhərdən çıxıbdır. Hamısı. Təbrizin orta sinif ailələri, yuxarı tacirləri falan. Çünki Təbriz, belə deyirlər, nə bilim, bir dənə də kitab yazıb. Səməd Sərdarın ya sapıq Təbriz şəhrinə xüsdünha. Sanki məsələn Təbriz əhalisi çox aydın bir millət olmuşlar. Elə deyil. Təbrizin stratejik konumunu yerinə Şiraz, Nişabur, İsfahan olsaydı olar. Niyə? Çünki Avropaya gedən yolda da Türkiyə ilə irtibatda olmuşdur. Bu bir. İkincisi, o şəhrin xüsdünhakı var. O qədər Qacar düşmanlığı edirlər. Qacarlarla mənim də problemim var. Ha? Mənimki başqadır, bunlarınki başqadır. Mənimki budur ki, Qacar niyə cahil? Bunlar isə Qacarı aşağılayırlar ki, bizi Türk deməyək gözümüzə. Təbriz şəhrinə xüsdünha, qardaşım, Təbriz vəliyyətinin işinidir. Vəliyyət icazə verməsəydi, o şəhrinə xüsdündən çap gəlibdi birinci dəfə Təbrizdə. Elə bil sanki Gutenberg 15-ci əsrdə çap makinasını kəşf etməmiş, Təbrizlilər kəşf etmiş. Kim gətirmiş? Vəliyyət. Vəliyyətin adını demir. Vəliyyət icazə verməsə onu gətirə bilərdin sən. O vəliyyət sonra gedib padişah olurdu axı. Onu demirlər, onu deyəndə o Qacar da yaxşı müsbət iş görə bilərmiş düşüncəsi çıxarırdı. Bu Təbrizdən çıxan faşist Arya irqçilərinin hədəfi budur ki, ümumiyyətlə Türk olan insan Qacar olsun, Osmanlı olsun, kim olursa olsun, adam olmaz. Əgər burada Qacarlar müsbət bir iş görüblərsə də, onu elə yazmalısan ki, sanki Qacarlar bu işi etməmiş. Təbrizin mütəfəkkir, çalışqan əhalisi etmiş. Bak, diqqət edirsən. Məsələ budur. Əgər vəliyyət o zaman Təbrizdə deyil, Urumuda otursaydı, çünki onlar da xəta etmişlərlə Urumunu seçməliydilər. Mənim düşüncəm budur ki, artıq Təbrizi dışlamalıyıq. Onun yerinə Urumunu yerləşdirməliyik. Gələcək siyasi çalışmalarımız, kültürel çalışmalarımız üçün. Bizim çünki Təbrizdə danışılan dil deyil ki, ölüb getmiş. Urumu və civarında danışılan türkçə daha türkçənin doğasına uyğundur. Biraz əl gəzdirilsə, Türkiyə ilə də yaxındır. Orada böyük bir mədəni hərəkət yarada bilərik biz. Amma onun üçün bu tabuları qırmaq lazımdır. Yəni, Təbriz Səttarxanlar şəhəri, Xiyabanilər şəhəri. Bu Xiyabanın özü türk düşməni olmuş. Urumuda o qədər qətlam etdilər. Bir dənə kitab mən tərcümə etdim Bakıda, hamısını da tərcümə edə bilmədim. Urumiyə dər aləmi, Urumiyə dər ateş müharibi aləmsiz. O zaman da biraz hələ gənc idim, çox ehsasatlı idim. Əllərim titrəyirdi. O boyda qırğın olmuş. Bu Təbriz əhalisinin, Təbrizdən sorumlu adamların heç şey olmamışdı. Belə aldırış etməmişlər. Məsələn, heç olmasa ağızlarından bir dənə söz çıxar. Şeyx Məhəmməd Xiyabanı deyək ki, bu qətlamlar var, filan var, belə var. Dəstək verələr. Türkiyə gəlib onu durduranda deyirlər, Türkiyə gəldi, İranı işğal etdi. Və biz ölümə məhkumuq elə. Türkiyə gəlməyəndə də hər ki yerindən duran çapulcu gəlsinlər bizim kəndlərimizi, qızlarımızı filan öldürsünlər. Hı? Gələnlər də. Elə yenə də gələcəklər. Sən Yahudiyə sahib çıxmalısan, o dövlətdir. Ya da görsən güvənliyi təhdid altındadır, gələr oradakı türkləri də təşkilatlandırar.
Həm öz mənafeyini qorumaq üçün, həm də dildaşlıq görəvi ki, Osmanlının sonlarından başlamış bu. Roşani Bək həm Osmanlı, həm də Cumhuriyyət dönemində dərin devlet adamlarından biri olmuşdur. O məqalələri mən oxumuşam. Onlar ne yazırdılar? Yazırdılar ki, İran'da Türk var. Yalan değiller. Ve Ahmet Kəsrəvi, Təqi Ərani, Rıza Şəfəq, Məhəmməd Əli Tərbiyyət, Həsən Təqizadə, xülasə o zamanın bütün aydınlar. Hamısını mən saya bilmirəm. Bunların listəsini mən çıxartmışam. Bunların hamısı dediler bu hayatta bu ne danışır? Dediler burada Türk var. Bunlar başladılar onlara cevap yazmağa ki onları sustursunlar. Almanya'da, İran'da, hamısı da Təbriz'de. Bedun istisna hamısı Təbrizli. Ha bedun istisna. Ben bunu deyəndə deyirlər ki 4 tane 5 tane Təbrizli çıxıb Təbrizi belə edəcəksin. Təbrizi belə eləmirəm. O 4 tane 5 tane bu karger değil, çoban değil. İndi onların her birinin arkasınca 10 minlərcə, 100 minlərcə Təbrizli sürünür. Adını qoyur İran şəhri, nə bilim Əhməd Kəsrəvi bir dənə broşür yazmış. Özü də əvvəldə yazır ki, deyir mən dilçi deyiləm. Adama sormazlar bu köpək olub. Dilçi deyilsən, otur yerində də. Şimdi bildiğin işlə məşğul ol. Bu nədir yəni? Durun. Bunlar başladılar yazmağa, sustursunlar onları. Onlar da sustular. Başardılar yani bunlar. Niye? Bunlar gördüler böyle, bunlar yazırlar, onlar böyle intizarları yok idi. Gördüler ki mesela Roşani Bək, o Süleyman Nəzif ve başkaları gördüler ki bunlara cevap hiçbir tane ana dili Türkçe olmayan cevap yazmır. Çünkü onlar yazabilmezler. Yazabilmek için Türkiye'de yazılan yazını sen okumalısan, cevap yazasan da. Onun için sen İran'da bir Türk olmalısın. Bunlar da Türk oldukları için. Ama Türk'ten müteneffir oldukları için. Bunlar yazırlar. Onlar gördüler ki bu diyorsan biz hata edirik. Bunlar niye böyle değiller? Ve bunlar ben dedim orada Türk var. Bunların aydınları, elinde kalem olanları bize karşı bize bir şeyler yazırlar. Ona göre Türkiye'deki o hareketi bunlar susturmaya başardılar. Dikkat edirsən, başardılar. Ardı gəlmədi. Məsələn, Arif Qəzvini özdə Türk. Süleyman Nəzifə bir dənə məktub yazıb. Bir yerində deyir ki, həmişə ruh-i təməddün z-Türk bizar است. Belədir. Məhəmməd Əmin Rəsulzadə də İran türkləri məqalələrini 1911-ci ildə orada çap etdirdi. Öz başında durduğu ruznamədə çap etdirə bilmədi qorxusundan. Yəni İranda bir ruznamə çıxardırdı, İranın o, orada çap etdirə bilmədi. Bir, ona görə ki, Türkçə yazmışdı. İki, ona görə ki, onu tərcümə edib Farsçada versəydi, öldürərdi. Onu orada, elə bu Təbrizin bu latları var, onlara qəməzənləri falan. Onlara elə bu Mullanın kulağına bir şey oxusaydılar, o Türkiye Türk düşmanlığı edenler, Xums adına bir şey fazla verseydiler, onlar balaca bir fetva çıkarlardı, gedib öldürərdiler. Bu şekilde olmuş, bunlar gerçeklerdi, acı gerçeklerdi. Bütün İran'da yazılan anti-Türk edebiyatın hamısı Osmanlı'nın sonlarında ve Cumhuriyet'in evvellerinde Türkiye'de Türk aydınlarının nerede Türk yaşayır araştırma aparırdılar da. Merkez Asya'da, orada, burada ve İran'da. İlk defa olarak sistematik şekilde Anadolu'da kurulan Türk devletlerinin İran'la bağlı, İran Türkleri, İran'da yaşayan Türklerle bağlı yazılar yazması ile o zaman oldu. O da bir parlak dönem idi. Ona da bizim tərəfdən cavab gəlmədi. Onlar umutsuzluğa uğradılar da oturdular yerlərində. Məsələ budur. Bunu biz necə həll edə bilərik? Sual budur. Bu sorun necə çözülməlidir? Nəyin gücü ilə? Elə biz yine de bizim bu
bu duruma soxan qəhrəmanları ululaşdırmalıyıq. Səttarxan belə gəldi, Baqırxanın başını kəsdilər pul üstündə. Bizim qəhrəmanımıza bax, ağırda xırsızlar, oğrular, çapolcularla anlaşa bilmir, başını kəsirlər. Sulduzdan həm Kərkükdə buralarda unutmuşam. Bunlarla bir iş görmək olmaz. Bunları söyləməliyik. Heç bir şey olmaz. Bir millət özünə tənqidi yanaşmadığı sürəcə geçmişindəki kirlilikləri, o xətaları, o bədbəxtlikləri yenə də təkrarlar. Adamlar gedirlər, Səttarxanın qəbrinin üstündə dururlar, bağırırlar, and ola Səttarxana, od vurarıq Tehrana. Bununla sən hərəkət yarada bilərsən, o Tehrana niyə od vurursan ağa? Səttarxan neynədir ki? Səttarxan kimdir? Fars milliyyətçiliyi ideolojisinin siyasi adı olan İran milliyyətçiliyinin, məşrutənin özü dediyi kimi köpək. Məhəmməd Əmin Rəsulzadənin müsahibəsi var. Səttarxan gedir, bəst oturur, sığınır Osmanlı konsulluğuna. Rəsulzadə gedir, onunla müsahibə edir. Orada Rəsulzadə soruşur, deyir, şeydir, danışdıq, mənə dedi ki, mənə deyirlər, bax hala, komik bizim işimizə baxa. Deyir, mənə gəlib deyirlər ki, Qacarın ömrü bitmiş, gedəcək. Millət də səni tanıyır, dünya da tanıyır. Sən gəl ki, padişah ol, biz də sənə dəstək veririk. O da deyir ki, yox, mən məşrutənin səci, vəfayım məşrutə həstəmisi, məşrutənin köpəyiyim. Bu mənim səlahiyyətimdə deyil. Bunu məraciə təqlid onlara söyləməlisiniz. Onlar fətva verməlidirlər. Mən gəlim padişah olum, mən də gəlib olarım. Görürsən mən. Adama sormazlar mən. Git at alverlə məşğul oldu. O işlə məşğul edib Təbrizdə zaten. Padişah olmayacaqsınsa padişahlığını yurtadan qaldırırsan. Komik adamları gətirmişlər, bizə baş tacirləmişlər. Bakının yalanları. Bakı yalanlar da bunların çoxu da. Bu Azərbaycançılıq bizim belimizi qırdı. Bakıdan gələn bu iftiralar, bu irinlər, pisliklər. Niyə? Çünki Lenin o zaman dünyada, xüsusən məntəqədə hər hansı bir siyasi hərəkət olurdusa, ondan faydalanmaq və Rusiyada inqilab etmək üçün bir açıqlama verirdi. Lenin də Səttarxan haqqında demiş ki, Səttarxan Rusiyanın Bukaçevidir. Bukaçev 18-ci əsrdə baş qaldırmış bir dənə qiyamcıydı. Pushkinin bir kitabı var. Doktor Sərvan adında tərcümə olunub fars dilinə. Kapitanın qızı. Orada o mübarizəni anlatmış. Amma o çox gözəl anlatmış. O həm bu tərəfi, həm də devləti dəstəkləyir. İki dənə haqlı var orada. Bukaçev də haqlıdır. Çariçə. Qadın idi o zaman padişah Rusiyada. O da. Belə olur da görürsən, belə yanaşmaq lazımdır. Amma məsələ indi məsələn baxdığım zaman nəticə etibarilə mən Səttarxanı haqlı görə bilmirəm. Çünki Bukaçev ilə heç onu qarşılaşdırmaq müqayisə deyil. Bukaçev bir Rus milliyyətçisi. Devləti onarmaq istəyir. Devləti yox etmək istəmir. Səttarxan da Fars milliyyətçiliyinin savaşçısıdır. Yazıb oxuması doğru dürüst yoxuymuş. Yəni bu məsnui, cəli xəbərlər ki, Təbriz haqqında uydurulmuş qəhrəman şəhər filan, bunu biz, bu tabunu, bu yalanı ifşa etməliyik. Təbrizin Germidən, Ərdəbildən, Parsabaddan, Marağadan, Urumludan heç bir artıq tərəfi yoxdur. Bunu başqa şəhərlərin səviyyəsinə gətirməliyik, zehnlərdə. Əgər biz istəyirik İranda türklər tarixdən silinməsin ki, silinmək üzrəyik, biz yox olmaq üzrəyik. Təbrizlilər danışanda artıq mən anlamıram. Fars dilini bildiyim üçün anlayıram. Amma məsələn, o Azərbaycanda türkiyədəkilər anlamazlar. Bu tabuları, bu bütləri qırmalıyıq da qardaşım.
Nə qədər bu qədər dünya dəyişmiş, internet çağı bu qədər sən ölkədən ölkəyə dolaşılan, bədbəxt yaşayılan, nə bilim 1 il o ölkədə, 5 il o ölkədə vətənin olmasın sənin, bu qədər zəhmət çək, ana dilini öyrən, sonra sənin xitab edəcəyin bir kütlə yoxdur. Xalqımız yoxdur biz. Məsələn, bu qədər mənim kitablarım çap olubdur, heç kəs mütaliə eləmir. Onları qınamıram, ha? Türk dilində gözlərimiz alışmayıb, xalqın gözü alışmayıb. Bir mətn oxusun, qaysın onu tənqid eləsin, nəqd eləsin, kitablar satışa geçsin, kitab yazarları da para qazansın, görsünlər, bəh, nə qəşəng xalqımız var. Və bu işlə daha möhkəm məşğul olsun. Xalq aydınlansın. Yoxsa bir yazıcı gedəcək, karigərçilik eləyəcək, işçilik eləyəcək, onunla iş olar. Bir dənə məsələn, ziyalı bir insan, aydın bir insan, xalqın mənəviyyatını artırır, zehni aydınlanmasına və düşünməsinə səbəb olursa, bu da bir işdir də. 18-ci əsrdə Vildrant yazır ki, Parisdə inqilab olduğunda 273 dənə qəzet və dərgi, Almaniya hələ o zaman bir deyil, bütün Alman 300 dənə parçadan ibarət idi krallıqdan. Bütün Almaniyada 373 dənə ruznamə və qəzet və dərgi çap olurdu. O zamanın o yazarlarına indi biz filosof dedik. Məsələn, Lessing və başqaları. O zaman biz bilmirdik qəzet nədir. Yox, xəbərimiz yox idi. Və bunların heç birisi, məsələn, mühəndislik falan eləmirdilər. Gecələr oxuyurdular, gecə yazırdılar, sütun nevis idilər, ruznamədə, ruznamələr satılırdı. Oradan para alırdılar da. O da işdir də bəs. Həm də çətin iş elə odur. Ən çətin iş düşünməkdir. Düşünmək hamballıqdan çətindir. Hamballıq edərdi. Bədəni yorulardı, gecə zevqlə, ləzzətlə yatardı. Düşüncək adamı gecələr bile rahat yata bilmir. Amma mədəniyyətdə bu narahat olan insanların, gecələr bile rahatsız yata bilməyən insanların, Nietzsche kimi insanların, ümumiyyətlə də belə insanların çalışmalarının nəticəsidir. O geriyə qalanlar mədəniyyətin təsisində iştirak etməzlər ki. O ömür boyu rahatsız yaşayan insanların çörəyini yeyirik mədəniyyət baxımından. Əgər bugün dünyada mədəniyyət varsa, onu o istisna adamlar o şəkildə həyatlarıyla təsis etmişlər ki, bu bizdə də olmamış, bizdə də mərsiyə olmuş. Ədəbiyyatımız, dilimiz mərsiyə zədədir Səfəvilərdən sonra. Bu məsələ necə həll olacaq? O tam olaraq əmin deyiləm, amma bildiyim qədərilə bizim dilimiz sekularlaşmalıdır. Demistifikasyon ya da usture zudayı getməlidir dilimizdə. Bəlkə qurtuluş ola bilər. Yoxsa belə xırda-mırda işlərlə, keçmişlə olmayan, qaranlıq keçmişlə iftixar etməklə bir iş görə bilmərik. Olmaz. Şəxsiyyət yetişdirmək olmaz. Elə biraz danışasım gəldi.